Salam, yenidən hər vaxtınız xeyir olsun. Kanalımızda hər birinizi xoş gördük. Bugün yenə də qışa hazırlıq görürük. Tez və asan üsulla başa gələn qarğıdalı konservası hazırlayıb sizinlə bölüşəcəm. Mən 13 ədəd qarğıdaldan istifadə edirəm. Belə sıx dənəli qarğıdallar seçib almışam. Saçaqlarından ayırdım, qabıqlarını təmizlədim. Saçaqlarını atmıram, əlbəttə ki, çox faydalıdır. Çay kimi dəmləyib saçaqlardan içəndə börəklərdə olan duzu çöküntünü təmizləyir. Mən qarğıdalları 2 üsulla dənələyəcəm. Birinci üsul, qarğıdalını ortadan böldüm. Bıçaqla, ucu nazik bıçaqla, baxın belə salıb asanlıqla dənələri çıxardıram. Digər üsulum isə qarğıdalını yuxarıdan aşağı iti bıçaqla birəcək kəsib dənələrini çıxardıram. Bu üsulla qarğıdallarımın hamısını dənələdim, çıxardım. İndi isə su qoyuram qaynamağa. Su qaynayanda qarğıdalları tökəcəm içinə. 25-30 dəqiqə qaynadıb götürəcəm. Öncədən sodalı su ilə yuyub təmizlədiyim bankaları kürəmdə steril eləyəcəm. Artıq suyumuz qaynayır. Qarğıdallarımızı tökürük suya. 25-30 dəqiqə ərzində bişəcək. Videomuzu sonacan izləyin və bəyənsəniz bəyənmə düyməsinə basıb kanalımıza da abunə olun bizə dəstək üçün. Mənim qarğıdallarım bişdi. Qapaqları 5-6 dəqiqə qaynar suda qaynadacağım və həmişəki kimi qapaqlarım yenidir. İsti qarğıdalları bankaya yığıram və suyunu süzürəm. Mən qarğıdalların öz suyunu üzərinə tökmürəm. Biraz öz suyu bulanıq olur. Əlavə üzərini təmiz qaynamış su ilə dolduracağım. Bankalarımın ölçüsünə görə 1 çay qaşığı tuz, 1 çay qaşığı şəkər əlavə edib, üzərinə çıxacaq qədər qaynar su töküb, qapaqları bağlayıb, möhkəm sıxıb, ağzı aşağı yığıram. Bıçaqla da belə havasını çıxartmaq lazımdır ki, qıcqırma baş verməsin. Qarğıdallarım dəndən çıxdı. Heç də əzilmədi. Siz də bu üsulla hazırlayın və açıb nuş edin. Kanalımızda hansı yeməkləri görmək istəyirsinizsə yazın, yorumlarınızı bildirin və videomuzu bəyəndinizsə bəyənmə düyməsini də basmağı unutmayın. Və sonunda şəfalı çayımızı dəmləyib içəcəyik. Salamat qalın. Gələn videolarımızda inşallah görüşmək ümidi ilə. Allaha əmanət olun.